Deməli 100 min il öncə onlardan qalan Homo sapiens tipi, yəni bizim ulu babalarımız Afrikadan, o dairə var arada, gəliblər ora, oradan yuxarıda da ayrı tipdə insanlar olub, onlarla qaynayıb qarışıblar. Yəni bugünkü yer kürəsində olan insanların kökü təxminən 100 min il o Afrikadan o dairəyə gəlib oradan yayılmasıdır. O dairə haradır? Azərbaycan. Güney və Kuzey Azərbaycan, biraz da Anadolu'nun güneydoğusu. Bak bura bizim ulu babalarımızın doğulub yaşadığı, bu dildən danışmağı, öyrənməyi, mağaradan çıxıb əkin biçimlə məşğul olmağı, ovçuluq eləməyi buradan başlayıb. O yayılan insanlar Amerika'da gediblər, Afrikaya, belə Avropaya, Sibirə, hər yerə dağılıblar. Deməli 25-30 min il qabaq artıq insanlar başlayıb danışmağı öyrənməyə. Ondan qabaq əl hərəkəti ilə, jestlə, göz qaşla danışırdılar. Amma deyək ki, ova gedəndə bir axşamüstü qaranlıq olanda da əl hərəkətini obusuna verə bilmir axı, səslə deməlidir. Bir qorxulu şey görəndə deyək ki, səs çıxartmalıdır. Yediği şeydən ləzzət alanda onun səsini çıxartmalıdır. Bu cür səslər yaranır, amma hələ dil deyil. Yavaş-yavaş minillərlə artıq insanlar başlayır əl hərəkəti ilə bərabər, həm də söz demək olmaz, hecalarla danışmağa. O uşaq təzə dil açırı, ba, ma, nə, bu cür bir hecalı sözlərlə başlayırlar danışmağa. Zaman keçdikcə sözlər yaranıb. O sözlərdə şəkilçi olmayıb. Məsəl üçün, gəl, get, vur, gün, ay, ox, bir hecalı sözlər dövrü olubdur. Bəzi bölgələrdə, bəzi dillərdə o inkişaf edib, hecadan şəkilçi də yaranıb, yaxud ön qoşma yaranıb. Artıq o dönəmdə dillər başlayıb fərqlənməyə. Üç cür dil yaranıb. Deməli, ekləmli dillər, bükümlü dillər, bir də amorf dillər. Bu amorf dillərdə şəkilçi yoxdur. Bax, bugün də Çin dili hələ o quruluşda danışır. Bükümlü Avropa dilidir. Deyək ki, Ruslar, İngilislər, hətta ərəblər də bükümlü dildir. Bir də var ekləmli dillər. Yəni, sözün əvvəli işlənir, sonra paravoza qatar qoşulan kimi şəkilçilər qoşulub yeni mənalar yaranır. Məsəl üçün, yazmaq feilidir, yaz. I artırırsan olur yazı. Onu yazanın adını bildirmək üçün deyirsən yazıcı. Və s. və s. Fikir verirsiniz, yaz dəyişmir, amma sözlər arxadan düzülür. Ona görə buna ekləmli dil deyirlər. Bunların dilçilik elmində adları da var. Mesela amorf dil deyirlər, flektiv deyirlər, aglutinativ deyirlər, amma öz dilimizdə mən deyən kimidir. Ən qədim dillər orada verilibdir, fikir verin. O böyük dairələr ailələrdir. Yəni həmin ailəyə daxil olan dillər hansıdır? Qollarıdır. Məsəl üçün, Altay dil ailəsinə baxın. Tungus, Mancur, Mongol. Amma Araz bəy bayaq deyən kimi, Abbas bəy deyən kimi bizi də aparıb salıblar ora. Həm Rus alimləri, Avropa alimləri və öz alimlərimiz, Türkiyədəki alimlər. Güya biz o Altayda, o Monqolistandan gəlmişik bura. Fikir verirsiniz. Ona Çin ailəsi var, Dravid var, Sami dillər, yəni Ərəb, Yahudi və s. O göy dairəki var, bax Türk ailəsi odur. Türk ailəsindən
Çuvaşlar ayrılıb, Qıpçaqlar, Karluklar, Oğuzlar, Türk ailəsi odur. Heç birindən qatışığımız yoxdur. Amma alimlər siyasi baxımdan bizi aparıb, əvvəlcə Ural Altay var ha, Ural Altay. Aparıb ikisinin arasına qoymuşdu. Yəni Türk dili, güya Ural Altay dillərindən birində bir ailədir. Sonra gördülər ki, bunu sübut eləmək olmur. Ural attılar, qaldı Altay. Bax, bugün də o Altay teorisi bizim tariximizi demək olar ki, 2200 ildən bu yana başlayır. Deyirlər ki, Türklər Altay teorisinə görə Türklər 2200 il öncə Monqollardan ayrıldı. Ayrıca Türk dili ailəsi kimi yayıldı, gəldilər Türkistana, oradan Azərbaycana, Azərbaycandan Anadoluya keçdilər. Altay nəzəriyyəsi bizim tariximizi belə verir. Nə qədər il verir bizim tariximizə? 2200 il. O da nə vaxtı? Hunların meydana çıxdığı vaxtı, yəni o Mete dövrünə gedir. Amma bu yanda biz görürük ki, 5000 il öncə yazılı qaynaqlarda bizim sözlərimiz var. Bu nətər olur? Deyək ki, Mesopotamiyada, yəni o dairə ki var idi, vermişdim Türklərin ana vətəni. Orada yazısı olan xalqlar bizim sözləri işlədirlər. Məsəl üçün, Tanrıya Dengiz deyirlər Sumer dilində. Çobandan tutmuş Tanrıya qədər nə qədər bizim sözümüzü işlədirlər, 200'ə yaxın. Sonra oradan İtalya gedənlər Etrusklara qarışıb, elə bir 200 söz mən tapmışam orada. Yəni bizim sözlər Etrusk dilində var. Etrusk dilində 3000 ildir o sözlərin yaşı, amma Sumer yazılarında 5000 ildir. İndi məntiqlə gəlin fikirləşək də, güya biz 2200 il qabaq Monqolistanda yaranmışıq, ayrılmışıq, oradan tariximiz başlayır. Amma burada 5000 illik bizim yazılarımız var. Hansı məntiq bunu qəbul edir? Bunu ancaq geri zəkarlar qəbul edir. Və nə yazıq ki, bizə də, bizdən sonrakilərə də, sizlərə o dərsliklər oxusanız orada görəsiniz. Elə aşılamaq istəyirlər ki, yox. Biz Altay dili ailəsiyik, bizim tariximiz budur. Yəni Xəzərdən bu yanki tarixin üstünə bir yorğan döşəyə atıblar ki, onu görməyin. O yoxdur, güya yoxdur. Amma halbuki dünyada ilk böyük imperiyalardan biri Xəzər imperiyası olub. Kiyevdən başlamış Aralıq dənizinə qədər, deməli Kuzey Qafqazdan başlamış Urmi gölünə qədər əraziləri əhatə edən böyük bir imperiyadır. 600 il davam edib, 600 il. Mən o böyük vəzifədə baş nazirin mavini olanda seyfdən açdım ki, o məndən qabaq işləyənlərə gələn Ruslar ona sekretli məktub deyirlər. Yəni gizli məktublar ki, onu heç kim oxumamalıdır, kimə göndərib ancaq o. Deməli, bizim nazirliyə göndəriblər ki, olmaya dərsliklərdə Xəzər dövlətin adını çəkəsiniz. Olmaya imkan verəsiniz ki, tarixçilər Xəzər dövlətindən bir cümlə yazsın. Qadağan olundu. Bizim tariximizi qadağan eləmişdilər. Ona görə Xəzər imperiyasına aid çox az kitab var. Özdə bu son vaxtlar başlayıb yazılmağa. Halbuki Azər, Xəzər bayaq dostumuz dedi, eyni sözdür. Kuzeydə olanlar Xəzər deyib, bu yanda olanlar da Azər deyib. Bu bir müddət işlənib. Sonra Səlcuqlar gələndən sonra Türk adı daha geniş yayılıb. Azər, Xəzər niyə eyni sözdür? Dialekt fərqidir. Yəni, şəkili ilə, deyək ki, Bakılının danışığını qoyursa, görsən fərq var arada. Bu həmin fərqdir, dialekt, ağız fərqi. Məsəl üçün, Türkmənlər o folklorunda heç vaxt Azərbaycan demirlər. Məsəl üçün, Türkmən Köroğlusunu oxusaz, orada Köroğlu deyir ki, mən
Xəzərbaycandan gəlmişəm. Folklorunda deyir ki, biz Xəzərbaycana getdik. Azərbaycan demir. Niyə? Çünki sözün kökü Xəzərdir. O Qıpçaq ağzında Xəzər deyiblər. Bir anda Oğuz ağzında Azər deyiblər. Mən sizə məsləhət bilərdim. İmkanınız olsa Oğuznamanı oxuyun. Oğuz xan bizim ulu babamızdır. Oğuz xan dastanını 14-cü əsrdə, 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərində bir fars qələmə alıbdır. Özü də elə belə adam deyil, o Türk hökümdarının vəziri olubdur. Onun adı nə idi? Yox, Nizam Mülk yox. Rəşid Əddin. Məşhur adamdır, məşhur tarixçidir. 14-cü əsrdə yazıb ki, fars dilində, yəni Türk dastanını alıb farsça yazıb ki, Oğuz xan Azərbaycan adını belə izah elədi. Və bunu yanınızda saxlayın. 600 il bundan qabaq qələmə alınmışdı. 600 ildə ondan qabaq olub hadisə. Deyir, Oğuz xan dedi ki, Azər xalqın adıdır. Tayfanın boyun adıdır Azər. Mənası da uca ruhlu, yəni intellektual səviyyəli, yüksək təbəqəli insanlara deyir, Azər deyirlər. Türk dilində. Bayqan da həmin bu toplumun boyu yaşadığı məkan mənasındadır. Bunu kim deyir? Bizim ulu babamız. Yazılı qaynağı var. Amma bugün Azərbaycan ziyalılarının, tarixçilərinin adını türkçü qoyan, ay mən türkçəyəm, ay belə, deyir ki, biz Azər deyilik. Çünki Azər bir farsın adıdır. Tarixdə heç bir qaynaqda farsın Azər adlanması yoxdur. Heç bir yerdə. Bunu Qacar hakimiyyəti dəyişəndə ki, bu Pəhləviləri gətirdilər hakimiyyətə İranda, onda bir kəsrəvi var idi, başdan xarab. Ona dedilər ki, sən yaz ki, Azərlər türk deyil. Azərlər İran dillidir, farsdır. Sonradan dillərini dəyişib türk olublar. 100 il bundan qabaq yazıb. Bugün də bunu göstərən mənim dostlarım, türkçülər, deyirlər biz Azər deyilik, biz türkük. Bu nə deməkdir? Yəni Azər türk deyil. Azər türk deyil tezisini kim qoyub ortalığa? Türkün düşmanı. Yəni biz türkün o şuarını geniş yayırıq və ondan fəxr edirik ki, biz türkçüyük, millətçiyik. Bu əlbəttə savadsız adamların göstərgəsidir. Bir daha təkrar edirəm. Dostumuz onu dediyi için mən biraz mövzudan kənara çıxıram. Azərbaycan sözünün kökündə Azər xalqı dayanır. Azər. Azəri yox, Azər. Və bu da Xəzərlə eynidir. Bu qədər. Deməli, türklərin ana yurdunu, ata yurdunu ki, bu Türk milləti, Türk xalqı harda əmələ gəlib, o Altay nəzəriyyəsini bəyək ki, mənim gənc dostlarım danışırdılar. Altay nəzəriyyəsini ortalığa atanlar ki, türklər Monqollardan ayrılıb gəlib. Monqolların yeri bəllidir, Monqolistan. Və yaxşı, orada türklərin yeri haradır? Bax, fikrin o belə tünd nöqtələrlə verilib ha. Oralarda axtarırlar. Biri orada axtarır, biri o anda, biri Sibirdə, biri nə bilim Çinə yaxın, tapa bilmirlər. Niyə? Çünki gerçək teoriya deyil. Gerçək teoriya olsa yerini tapar. Deməli, o dil ailələrinin hər yeri bəllidir. Fikir verin, bir Sami xalqlarının yarandığı yerdir. Semit xalqlar ki var, Ərəb, Asur, Yahudi, bugünkü ərəblər, Akkadlar. Onların dilinin yarandığı yer o Ərəbistan yaylasıdır, bir.
İkinci Dravid dilinin yarandığı yerdir. O Dravidlər indi köçüb Hindistanın güneyində yaşayırlar, sayıları çoxdur. Üçüncü Türklərin ata yurdudur. Yani bu Türk dili, Türk halkı ilk defa orada yaranıb. Dördüncü Anadolu'nun, yani bugünkü Türkiye'nin batı bölgelerinde orada Anadolu xalqları, değme xalqlar yaranıb. Sonra əriyib gediblər. Onların hakkında elə bir məlumatınız yoxdur. Ama bilirik ki orada başka dilde danışan bir toplum olurdu. Altıncı yerde Kuzey Kafkas xalqları yaranıb. Kafkas dağlarının arkasında. Yani Çeçen, İnguş, Lezgi, Abxaz, Gürcü, Adı, onlar Kafkas dillidir. Kafkasdan yukarıda yaranıblar. Yedinci yerde Ural dilleri yaranıb, Finigur dilleri. Beşinci yerde Hind-Avropa dilleri yaranıb. Hind-Avropa dilleri de bir neçə qola bölünür. Hind-İran, Ari boyları, Slav boyları, Baltik boyları, German vesaire. Yani Ruslar, İngilizler orada yaranıb. Yedini dedim, ikini de dedim, 10 var laf o evenk yazılan. Orada evenkler yaranıb. Tunguslar, Mancurlar ve Mongollar. Altay deyəndə onu nəzərdə tutmaq lazımdır ki, 10-cu Baykal gölündən də şərqdədir. 9'da Karayellar yaranıb, sonra oraya yakın Yaponlar yaranıb, lap aşağıda da 8 ki var, lap aşağıda. Orada da Çin dili ve ona qohumlu xalqlar yaranıb. Yani o daireler onu gösterir ki hansı xalq, hansı dil harda yaranıb. Altay teorisi axtarır, Türkü tapa bilmir. Görün hardan, Xəzər dənisindən tam Mongolistana qədər orada axtarır, sonra görürlər elə deyil, o birisində elə deyil. Tapa bilmirlər. Niyə? Çünki nəzəriyyə elmi deyil, sübut oluna bilmir. Deməli, o dediklərim indi biraz ayrı xətlərlə verirəm. Gene aşağıda Sami xalqlarıdır, o anda Dravid, bir anda yukarıda Hind-Avropa, Kafkas'da, Kuzey Kafkas'da Kafkas dilleri, o anda Ural'da Finigur dilleri, Türk dilleri harda yaranıb, o həmin Bənövşəyə xətlərindən verilən yerdə. Yani Fərat çayından doğuda, Dəclə çayının hər iki tərəfi, Küraraz qovşağı və s. Bax, bizim ulu dilimiz, ulu babalarımızın yarandığı yerdir. Bunun da çoxlu sübutları var. Çünkü bu elməlerdeki sübut olmasa, sübutlar laf çoxdur. Mesela üçün Daşbaba var, ölənin heykelini qoyurlar, ona deyirlər Daşbaba. Bir əlində qədək tutub, sizə rast gələcək kitablarda. Bir əldə xəncərin üstündədir. Bu kanonik bir durumdur. İlk dəfə Azərbaycanda yaranıb bu heykeller, sonra yayılıb Avropaya, Sibirə. Sübutlardan da biri budur. Bayaq dostumuz deyirdi, Kuzey Qara, Qara sözü həm də Kuzeyə bildirir. Kırmızı, Qızıl sözü Cənubu, Güneyə bildirir. Ağ sözü Batını bildirir. Doğunu da Göy sözü, Mavi sözü bildirir. İndi o soldaki şəklə baxın, orada kim durmalıdır, hansı dildə danışan adam durmalıdır ki, kuzeydəkinə Qaradəniz desin, batıdakına Ağdəniz desin, aşağıda 2 dənə dəniz var, bugünkü qırmızı, Xəzərə də Göy Xəzər desin. Mahnılarımızda var Göy Xəzər. Xəzərin bir adı Göy dəniz olubdur, hətta Slav folklorunda ona Sinemoru deyirlər, yəni Göy dəniz. Fikir verirsiniz, o adam ki durub, o hansı dildə danışan adam olmalıdır ki, bu dənizlərə bu adı versin. Əlbəttə Türk olmalıdır. Çünki ayrı millətdə bu renklərin bu anlayışları yoxdur. 6000 il öncə
o yaranmış aileler ki var idi, onlar başlayıp parçalanıp yayılmağa. Mesela için bak, bu yukarıda kırmızı var ya, o Hind-Avropa halkları, oradan ayrılan İran, Hint dilinde danışan halklar görün ne kadar yol gelipler. Karadeniz'in üstü, Xəzərin üstü, Aral Gölü'nün yanından gelipler Afganistan'a. Orada Arya bölgesi var, gelip oturuplar orada. Ona göre onlara Arya diller, Aryan diller. İran sözü de oradandır. Sonra onların bir bölümü Hindistan'a gidip, bugünkü Hint dilinde danışanlardı. Bir bölümü de İran'a gelip. Bu kırmızı xətt. Fikir verirsiniz ne kadar uzak mesafelere köçürülüptür. Kuzeyden Urartular, Hurriler gelip, bu taraftan da Hetler gelipti, sonra Haylar gelip. Yani bugün Ermeni dediğimiz Haylar. Dahardan gelip oradan. Aşağıdan da Sami halkları gelip. Bu benim şehrekle. Evvelce Akkadlar gelip, sonra Asurlar, sonra Arameyler. Yahudiler biraz dönüp, indiki Yahudiler yaşayan yere kadar. Yani bu o dövrüydü ki, deməli aydın oldu da ki Türkler harda yaranıp, biz de Türklerin bir parçasıyıq. Sonradan bu köçler ki başlayıp, 6000 il önce, 5000 il önce, bizim de babalarımızın bir hissəsi köçüblər. Kuzeye, doğuya. 4000 il önce biraz da uzağa köçüblər. Niye? Çünkü artık araba var idi, at var idi, minirdiler, arabayla uzağa gidebilirler. Ona göre de buradan gidip Moğolistan'a kadar çıkıplar. O gidip orada yaşayanlara deyirlər ki, güvahlar orada yaranıb. Halbuki o tarih çok geçti. Bu tarih ise çok kadimdi. Bu deməli Türklerin ana yurdu ve onların haralara köçmesi Altay nəzəriyyəsi ilə Urmi nəzəriyyəsinin fərqi haqqında belə qısa bəlgələrdir. Bir də dilə baxaq. Danışıq dili bayaq dedim, bir 25 min il bundan qabaq başlayıb, gəlib 15 min ilə qədər artıq yavaş-yavaş formalaşıbdır. Və buna paralel olaraq qayalarda, nə bilim, daşların üzərində işarələr yazırdılar. O işarelerle hatta fikir de bildirebilirdiler. O işarelere damgalar deyilir. Mesela için gözün qabağına getirin, güneş, gün işarəsidir, yanında ay işarəsidir, burada bir ayak işarəsi var. Artık buna bakan okuyurdu ki, gün ay geldi. Yaxud bunların yerini dəyişirsən, ay gün, ev şəkili eve, ayak şəkili getdi. Buna piktografik yazı deyirlər, yəni şəkilli yazı. Bir tərəfdən yazının ortalığa çıxması, bir tərəfdən dilin çalışılması artıq insanlarda çox sürətli inkişaf yarattı. Yəni bəşər tarixində danışığın yaranması insanı o birisi canlılardan fərqləndirdi. Ona göre insanlar artık süratle, evveller de ki 100 min ile 1 mile yol gedirdilerse, danışığı öğrenilen sonra 1 ile bu boyda yolu gedirdiler. Yazı yaranından sonra lap süratle inkişaf başladı. Fikir verin, bizim nesil, ben mesela şimdi ki kompüterleri işlede bilmirəm telefonları. Ama birinci sınıfa giden nevemi çağırıp tak 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 işlendir. Yani son əsrdə inkişaf o kadar sürətlə gedir ki, bu sürəti əvvəlkilərlə müqayisə edəndə mində 1%'dir. Bu saat elm, texnika çox sürətlə inkişaf edir. Bu sxema baxın, bu sxema ayrı şeydə görməyəsiniz. Bu tərəfdə Türk damğa yazısıdır, ondan əmələ gələn əlifbalardır. Bu tərəfdə də həmin o finik əlifbasından törəyənlərdir. Ermənilər bizə həmişə lağ edirdilər. Əsr əlifba yazısı yoxdur, amma ermənilərin 1500 illik tarixi olan yazıları var. Düz deyirlər, olan 1500 il qabaq Gürcülərin olan yazıları var. Amma bizim yazıların tarixi onlardan 1000 il qədimdir. Məsəl üçün, Issıq yazısı 2500 ildir. Göyçə gölünün yanında tapılan
Ertaş yazısı 2200 ildir. Lemni yazısının arasında tapılan 2700 ildir yaşı. Yani bizim yazılarımız ermənilərdən 1000 ildə qabaqdır. Və fikir verin, niyə deyirik ki, Türk əlifbasından yaranır? Və birinci sıraya fikir verin, Türk əlifbasındakı işarələrdir. Altda da İberlərdədir, Karya, Lidya, Likya, Finikiya, Aramey, Firik, Etrusk yazılarında olan işarələrdir. Fikir verin, nə qədər işarə eynidir. Yəni təkcə işarə oxşarlığı deyil ha. Həmin işarə, həmin hərf eyni səsi bildirir. Bu onu göstərir ki, hamısı bu əlifbadan törəyənlərdir. Bu tərəfdə Etruskla Türk işarələrinə baxın, eynidir hamısı. Aşağıda Etrusk əlifbası ilə Latin əlifbasına baxın. Latin Etrusklar bizim kimi sağdan yazırdı. Latinlər onlardan əlifbanı götürdü, soldan yazdı. Bu aşağıdakı xəttdir. Və bugünkü dünya yayılan Latin əlifbasının kökündə o durub. Latin əlifbasının kökündə nə durub? Etrusk əlifbası. Etrusk əlifbasının kökündə nə durub? Qədim Türk əlifbası. Aydındır. Ona görə mən deyirəm ki, belə fırlandı, gəldi. Və gün o gün oldu ki, dəyişildi. Gün o gün oldu ki, Demokratik Respublika dövlət qurulanda, Məhəmməd Əmingil ərəb əlifbasını atdılar, Latina keçdilər. 19-cu ildə, yadınızda saxlayın. Sonra 26-cı ildə Bakıda birinci Türkoloji qurultay oldu. Onlar da o qərara gəldilər ki, bütün Türk xalqları Latin əlifbasına keçsin. Keçdilər. 39-da Stalin hamısını ləğv elədi, dedi, yox, Rusça yazır, Rus əlifbası ilə. Və 40-cı ildən 92-ci ilə qədər biz də Rus əlifbası ilə yazırdıq, Kiril əlifbası. 90-cı ildə mən bir məqalə yazdım ki, Məhəmməd Əmingilin istifadə elədiyi əlifbanı bərpa eləməliyik. Bu, Azərbaycan qəzetində çıxdı 8-ci nömrədə. Və bu şəkildə görün və bütün qəzetlərdə başladı o yayılmağa ki, biz Latini bərpa eləməliyik. Burada yayıldı, Türkiyədə yayıldı. Artıq xalqda belə bir ruh yaranmışdı ki, biz mütləq Rus əlifbasından qurtarmalıyıq, Latinə keçməliyik. Mənim xahişimlə Mərmərə Universitetində, İstanbulda 3 günlük simpozium oldu. Ortaq Türk əlifbası simpoziumu. Bütün Türk respublikalarından ən tanınmış alimlər gəldi ora və bu şəkildə görürsünüz. Ən tanınmış Qazaq, Qırğız, Türkmən, Tatar alimləri yığışdılar. Bu ortaq əlifbanı qəbul elədilər. Və burada yuxarıda da mənim şəklimdə məruzə edirəm orada. Deməli, orada biz ortaq Türk əlifbasını qəbul elədik. O vaxt Azərbaycanda Dövlət Əlifba Komissiyası yaratmışdı. Mən oraya məşğul kətib qoymuşdu. Mən həm də Şahin bəy, Milli Məclisdə Elm, Təhsil, Mədəniyyət Komissiyasının sədridir. Birbaşa mənim vəzifəm idi. Bax, bu həmin o Ali Sovetdə olan iclasdan bir şəkildir. Təqdim elədim həmin o Türkiyədən gətirdiyim ortaq əlifbanı burada qəbul elədilər. 92-ci ilin dekabrı 25-i. O gündür, bu gündür biz o əlifbanı işlədirik. Hansı əlifbanı? Ortaq Türk əlifbasını. Bu sizin yazdığınız əlifbanı. Hə. 1992 və 1993-cü ildə təhsil naziri olmuşsunuz. Əgər bu gün yenidən bu vəzifədə olsaydınız, indiki dövrün şərtləri nəzərə alaraq nə təhsil sahəsində hansı əsas təşkil edərsiniz? Oğlum, Allah eləməsin, mən gedim təzdən. Çünki indi heç kim təhsil naziri işləyə bilməz. Mənim qapı bir qonşum bugünkü təhsil naziridir, Eynullayev. Cavan adamdır. Birinci sinifə gedən nəvəm özdə sənə oxşuyur biraz belə. Liftin qabağında tutub bunun yaxasından sallanıb. Gəl sən nətər təhsil nazirisən? O da deyir,
Nədir, nə olub oğlum? Deyir də, nə olacaq? Birinci sinifə gedirəm, uşağım, mən uşaq. Bir-birə kitab yüklüksən belimə, apara bilmirəm, belim ağrıyır. Yəni, onları məcbur eləyirlər ki, şagirdləri yükləsinlər. Şagirdləri yorurlar. İnstitutda elə tədris eləyirlər ki, fərli mütəxəssis yetişmir. Amma bizim dövrümüzdə mən təhsil qanunu hazırlamışdım. O təhsil qanununa görə müəllimin maaşından yuxarı maaş ola bilməzdi. Ən yuxarı maaş müəllimin idi. Qanuna çalmışdıq. Bütün məmurların maaşı müəllim maaşından aşağıdır. Müəllim qaz pulu, işıq pulu, yol pulu, bütün kommunal xərclərdən azad olmalıdır. Ona görə də təhsil başladı inkişaf eləməyə qurulmaya, sonra dedilər ki, siz çıxın gedin, biz yaxşıyıq. Və o yaxşı bugün də davam edir. Buyur qızım. Gələcək arxeoloji tapıntılar Urmu nəzəriyyəsini təsdiqləyə bilərmi? Hansı qazıntılar? Nəsə arxeoloji qazıntılarda Hə, arxeoloji, aydındır. nəzəriyyəsini təsdiq Aydındır, hə qızım. Tək arxeoloji qazıntılar yox, mən bir dənə rəngi verdim də. Sonra Daşbabadan danışdım heykəldən. Bax, yeməkdən tutmuş geyimə qədər, ölü bastırmağa qədər, kurqan mədəniyyətinə qədər hər şey, sonra antropologiya görə baş quruşdur. Hara əli atırsan, ancaq bu teoriyanın izah olunur. Altay teoriyası ona cavab verə bilmir. Arxeoloji qaynaqlarda ən əsas qədimdən qalan ki, kurqanlar var. İlk kurqan Azərbaycanda yaranır. Sonra Anadolu'da görsənir, ondan sonra Avropaya, Monqolistana gedib çıxıbdır. Yəni başqa xalqlarda onu alıblar. Hamısının kökü gəlir bura. Niyə? Çünki ilk mədəniyyət beşiyi buradır. İlk mədəniyyət beşiyi. Mədəniyyət nə vaxt olur? O ki, insanlar mağaralardan çıxırlar, başlayırlar əkin biçinə 10 min il bundan qabaq. O 10 min il bundan qabaq artıq mədəniyyət başlayır. İlk mədəniyyət həmin bu bizim ulu babalarımız olan yerdədir. Ondan sonra Misir mədəniyyəti yaranır, sonra Çin mədəniyyəti, onlar sonradır. Bu mənada o ən qədim artefaktlar ancaq bu nəzəriyyə ilə sübut olunur. O birisi nəzəriyyə sübut eləyə bilmir. Mənim sualım sizin siyasi həyatınızla bağlıdır. Bir müsahibənizdə deyirsiniz ki, Kreml sizə qarşı mübarizə apardı və siz də Rus agentlərinə qarşı mübarizə apardınız. Yəni, söhbət 90-cı illərdən gedir. Ola ki, o dövrdə yaşadıqlarınızla bağlı biraz danışasınız. Ondan danışsam çox uzun olacaq. Çünki biz özümüzü tanıyandan, yəni xalqımızın əsarətdə yaşadığını bilirdik, görürdük. O imperiya qarşı mübarizə aparırdıq. Amma da açıq əlimizə avtomat atıb onların üstünə gedə bilmirdik. Çünki hətta danışanları tuturdular. Dilqən bəyin yadında onlar tələbə olan dövrdə artıq hərəkət biraz gücləndi. Mitinglər falan o an bu yan. Nəsə yıxdıq, imperiyanı yıxdıq. Mən də orada iştirak edirdim. Və ilk gizlin təşkilatlardan birini 3 nəfər yaratmışdı. Rəhmətli Əbülfəz Elçi bəy, rəhmətli İsmail Tarıq Feymə o gün eləydi. Bir də mən. Mənim evimdə yaranıb o varlıq təşkilatı. Onun haqqında çoxunun məlumatı yoxdur. İndi Nemət çıxır televiziyada deyir ki, mən varlıqda ikinci adam idim. O bilmir bunu kim yaradı, birinci kimdir. Sonra kimsə deyib, babalam orada, indi də durub deyir, yox mən üçüncü adam idim. Xəbər yoxdur bunu kim yaradıb, nə vaxt yaradıb. İdman Naziri, Mədəniyyət Naziri, təhsil, səhi, hamısı mənə baxırdı. Mən onda ilk dəfə qəbul imtahanlarını testlə keçirməyi düşünürdüm. Hazırladım da, qanunda qəbul olundu və ilk dəfə test imtahanını mən keçirdim. Bilmirəm, Dilqəmi yadında var o yox. 2000 tələbəni testdən keçirdim, göndərdim Türkiyəyə. O qədər qoca deyirəm. Göndərdim Türkiyəyə 2000 tələbə. Sonra mənim təklifimlə rəhmətli Vurğun bəyə qoydular o komissiya sədr. Bir 3 aydan sonra da Vurğun keçdi. O da çox gözəl keçdi. Çünki
o imtahanları keçirtmək özü o dönemde çok çətin idi. Mesela üçün o çok riskli addımıydı. Hatta rəhmətliyə kimə biraz ehtiyat eləyirdi ki, bəlkə indi yox sonra keçəcək. Çok riskli addımıydı. Çünkü ben her gün işe gidende, hatta Nazirliyə keçəndən sonra işe gidende Nazirliyin qabağında bir 50 adam piket eləyirdi. Beni içeri geçmeye koymurdu. Axırı Pənah Hüseynova dedim ki bir adam verir ki o yol açsın bana. O da bir pəhlivan oxşayan adam vermişti adı Ali. Kimle görüşürdüsə o görüştüğü adamın eli bir hafta sağalmırdı. O kadar güçlüydü. O düşürdü qabağa böyle açırdı ben o yoluna geçirdim idareye. Elbette çətin olub, çok çətin olub, riskli olub. Məryəm, mənim sizə sualım belə olacaqdı. Ümumiyyətlə, hədəf liseyində bizə turançılıqla bağlı çox geniş məlumat verilir. Biz bu sayda məlumatlıyıq. Amma Azərbaycanın digər bölgələrində, ümumiyyətlə, mən bildiyim qədərilə turançılıqla, türkçülüklə bağlı elə çox geniş məlumat yoxdur uşaqların. Siz nə kimi bir tövsiyə verə bilərsiniz ki, Azərbaycanda türkçülük, turançılıq, Türk dünyası ilə birləşmək kimi uşaqların ağlında fikir olsun? Yəni, indiki vaxtda bayaq Şəmil müəllim də qeyd eləmişdi ki, bəzi valideynlər düşünürlər ki, SSR-nin vaxtı olsaydı daha yaxşı olardı. Biz onlardan mədəniyyət götürmüşük falan. Elədir, bu çox ciddi sualdır. Yəni, bilirsiniz, mən indi Allah qoysa bir də sizinlə görüşə gələndə qədim Azərbaycanlıların qurduğu dövlətlərdən danışacağım. İlk dəfə hansı dövləti qurublar, ilk dəfə 4200 il bundan qabaq Qut dövləti qurulub. İlk demokratik dövlətdir. Heç bir tarixdə yoxdur. Sonra Turuk bəyliyi yaranıb. Bayaq dostum Turukku deyirdi. Turukku deyil. Turukdur, Turuk. Dilimizdə söz var, Uruk Turuk. Əsl Nəcəbat mənasında. Uruk Turuk. Turukdur. Hətta Orxun abidələrində çox yerdə Türk yox, Türk yazılır. Qazax, Qırğız, Özbək bugün də Türk deyir, Türk demir. Yani o tarixten danışaram sizə. Turan bizim için Qızıl Almadır. Yani gedəcəyimiz en son noktadır, arzumuzdur. Siz yaşlı olanda onu arzulamışıq və müəyyən dostlarla bir yerdə. Ama o elə bir məsələdir ki, arzuyla olmur, onu gerçəkləşdirən qüvvələr lazımdır. Bacardığımız qədər eləmişik. Turana gedən yol nədir? Birinci yol əlifbadır, əlifba birliyi. Ortaq əlifbadan danışdı. Biz 35 ildir işlədirik, hələ obuslar yatıbdır. İkinci yol ortaq dərsliklərdir. Üçüncü yol ortaq ordudur. Sonra ortaq puldur və s. Yəni asan deyil. Bunu icra edən siyasi iradələr olmalıdır. Yəni bizlik deyil. Rəhmətli Elçin də, mənim də və ətrafımızda olan yaxın dostların arzusu Turan dövlətini qurmaqdır. Turan da nədir? Yəni bütün Türk ölkələri, respublikaları birləşir. Avropa Birliyi kimi bir birlik yaradır. Aydındır. Normal qanunla vizasız gedir, gəlir. Eyni dərsliyi orada da oxuyurlar, burada da. Amma Turanın gözəyi Təbrizdir. Neçə ki Təbriz azad olmayıb, Turan yaranması mümkün deyil. Niyə Təbrizdir? Çünki bütün Türk ölkələrindən, Azərbaycandan, Türkiyədən fərqli olaraq Təbrizdə olan milli ruh heç arada yoxdur. Təsəvvürlə 70 bin adam stadionda eyni şuarı verirlər, Bozqurt şərəsi göstərirlər. Ona görə Turan məsələsi hələ ki arzumuzda, amma olacaq. Biz görməsək də Allah qoysa sizlər görərsiniz. Sizcə Türkiyədəki Göbəkli Təpənin türklərə bir aidiyyatı varmı? Deməli, oğlum, Göbəkli Təpə bütün tarix elmini başa elədi. Çünki əkinçilik, mədəniyyət 10 min il öncədən başlayırdı. Bütün tarix ilmi elə qəbul eləmişdi. Amma Göbəkli Təpə meydana çıxandan sonra, aşkarından sonra məlum oldu ki, səhv eləmişik. 2000 ildən ondan öncə yaranıb. Və bütün tarix elmini dəyişdi. Göbəkli Təpə nə baxımdan bizə aiddir? Çünki bizim o ata vətənimiz ki var, oradadır. Aydındır. Kuzey Qafqazda deyil, Avropada deyil, Hindistan'da. Bizim millətimizin, xalqımızın yarandığı bölgədədir.
o coğrafi baxımdan bizə aiddir. Amma indi tək-tək oradan bəzi şeylər çıxır, müqayisə edirik, görürük, getdikcə bizə yaxınlaşır. Məsəl üçün Daşbaba heykəli var orada, bayaq danışdığım damğalar var, Türk damğalarının üstündə düşür və s. Başqasına, əgər bizə aid olmasa, başqasına heç kim aid ola bilməyəcək. Nə Rusa, nə Ərəba. Çünki o vaxt orada ancaq Türklər yaşayırdı. Şumerlərdə o Göbəkli Təpədən 4000 il sonra gəliblər oraya. Yəni onlara da aid deyil. Bu mənada o çox ciddi mövzudur. Onun tarixçilər hələ yolunu tapmayıblar ki, necə izah eləsinlər. Biz təşəkkür edirik. Allah sağ eləsin. 5-ci mərtəbənin altında Mən də həm bu gənc dostlarıma təşəkkür edirəm ki, belə ciddi söhbətləri hər gəncin hövsələsi çatmır, otursun, eşitsin. Həm də sual versin. Təşəkkür edirəm. Həm də Şamil bəyə təşəkkür edirəm ki, belə tədrisi belə qrupdur, milli ruhda, ayıq, sayıq bizim tələbələrimiz yetişir. Bizim gələcəyimiz, ümidimiz sizlərdəsiz. Ona görə də Şamil müəllimə də mən təşəkkür edirəm ki, bu təhsil sistemini qura bilibdir. Şamil müəllim, təşəkkürlər. çox sağ olun.